Salam, hər vaxtınız xeyir olsun əziz müəllimlər, şagirdlər və biologiya sevərlərimiz. Biz bu günləri sizinlə ABC Akademiyanın biologiya sınaq toplusundan sınaq 17-nin testlərinin izah verəcəyik. Başlayırıq birinci sualdan. Bizə deyir ki, hər iki tərəfi ilə arteriya damarına birləşmiş kapilyar damarlara hansı canlının tənəffüs orqanında rast gəlmək olar? Bizim burada cavabımız balıq olacaq. Çünki balığın ürəyindən çıxır qarın aortası, qəlsəmə gətirici arteriyalara keçir. Oradan qəlsəmə kapilyarlarına, qan orada təmizlənəndən sonra keçir qəlsəmə üstü arteriyaya. Oradan da bel aortasında toplanır. Ona görə cavabımız balıqdır da, yəni qəlsəmə gətirici arteriya, qəlsəmə kapilyarı, qəlsəmə çıxarıcı arteriya. Cavabımız Y bəndi olacaq. İkinci sualda bizə deyilir ki, ikiqat maylanması prosesində 30 ədəd qamet iştirak etmişdir. Normalda bir toxumun əmələ gəlməsində 3 qamet iştirak edir. Bəs neçə toxumun əmələ gəlməsində 30 qamet iştirak elədiyini tapmaq üçün 30-u böləcəm mən 3-ə. Tapacam ki, 10 dənə toxum var imiş. 10 dənə toxum var imiş. 10 toxum demək 10 dənə rüşeym hissəsi deməkdir. İndi bizə görə nə deyir? Maylanma gedən rüşeym hissələrinin əmələ gəlməsi zamanı neçə mitoz bölünmə baş vermişdir? Bir rüşeym hissəsinin yaranması zamanı 7 mitoz baş veribsə, 10 dənə rüşeym hissəsinin əmələ gəlməsi zamanı 7-ni 10-a vuracağıq. Cavabımız eləyəcək 70, yəni D bəndi. Üçüncü sualda soxulcanın K qədər buğumunda N qədər metanefrid sayılmışdırsa, onda K bərabərdir N bölünsün 2-yə. Çünki hər buğumda 2 dənə metanefridi olur. Bu suala görə. Cavabımız B bəndi. Dördüncü sualda qrafikdə parazit həyat tərzinə malik qurd və ya qurdların aralıq sahibinin bədənində sayının dəyişməsi əks olunmuşdur. Buna görə səhv fikri seçin. Yəni gördüyümüz kimi nə olub? Say get-gedə artıbdır. Say get-gedə artıbdır. Yəni qrafikdə də verildiyi kimi buna deyir əsasən səhv fikri seçin. Bu qurd bağırsağı olan qurd ola bilər. Bəli, qaraciyər sorğusunda var idi, bağırsaq idi. Ümumiyyətlə bu qurdlara qaraciyər sorğusu və exinokok aiddir ki, aralıq sahibinin orqanizmində çoxala bilirlər. Buğumlara malik qurd ola bilər. Bəli, exinokokda buğumlar var idi. 6 qarmaqlı sürfəsi olan qurd ola bilər. Bəli, exinokoka aiddir bu da. Aerob sürfəsi olan qurd ola bilər. Bəli, doğrudur. Qaraciyər sorğusunun sürfəsi aerob mühitdə yaşayırdı. Y-də isə deyir ki, anal dəliyi olan qurd ola bilər. Xeyr, anal dəliyi saf qurdlarda yaranıbdır. Ona görə bunu qeyd eləmək olmaz. Cavabımız Y bəndi. Beşinci sualda uyğunluq hansı bənddə pozulmuşdur? Ksilema boruları ötürücü toxumadır. Doğrudur. Yarpaq ləti əsas toxumadır. Bəli. Mantar örtücü toxumadır. Bəli. Toxumun endospermi əsas toxumadır. Doğrudur. Çiçəyin nektarlığı əsas toxuma deyil, ifrazat toxumasıdır. Cavabımız Y bəndi. Davam edirik 6-cı sualla. Bizə deyilir ki, insan bədəninə çubuq düşərsə, yəni bakteriya düşərsə, aşağıdakı xəstəliklərdən hansı baş verə bilər? Taun bakteriya törədir, vəba bakteriya törədir və difteriya bakteriya törədir. 1, 3, 5, yəni B bəndi olur 6-cı sualın cavabı. 7-ci sualda bizə deyir ki, verilmiş fikirlərdən hansı doğrudur? Kök sistemi mildirsə, bitki mütləq toxumla çoxalıb. Bu doğru bir fikirdir. Mil kök sistemi varsa bitki mütləq toxumla çoxalıb. Kök sistemi saçaqlıdırsa bitki 100% toxumla çoxalıb. Xeyr. Vegetativ çoxalmada belə deyək ki, saçaqlı kök sistemi olur, amma toxumla çoxaldılmayıb yəni. Toxumla çoxalan bitkidə kök sistemi mütləq mil olur. Xeyr, birləpəli bitkilərdə toxumla çoxaldırlar, amma nədir? Saçaqlı kök sistemi olur. Əsas kökü olan bütün kök sistemləri mildir. Xeyr, saçaqlı kök sistemində də əsas kök var, amma digər köklərdən seçilmir. Saçaqlı kök sistemində mütləq əsas kök olmur ifadəsi də səhvdir. 8-ci sualda hansı xəstəliyə qarşı insanda anadan gəlmə təbii immunitet mövcud olur? İnək və it taunu donuz vəbası demişdik burada. Cavabımız
B bəndi olacaq. Qanı qarışmayan canlıları seçin. Qanı qarışmayan, bədəndə yəni qarışıq qan olmayan, yəni bu şəkildə deyib də, nərə balığı, bəli, neştərçə, bəli, salamandrada qarışıq qan var, göyərçini götürərik, ev itini götürərik, gürcə qarışıq qan var, Balkan proteyi qarışıq qan var. Cavabımız 1, 2, 4, 5, yəni A bəndi olar. 10-cu sualda inkişafı qeyri-tam çevrilmə ilə gedən cücüləri seçin. Deməli, tarakanları götürəcəyik. Böcəklərdə tam inkişafdır. Taxta bitkiləri götürəcəyik. Kəpənəklərdə tam inkişafdır. Arıda tam inkişafdır. Çəyirtkəni götürəcəyik. Cavabımız 1, 3, 6 A bəndi. 11-ci sualda doğru fikri seçin. İnfizor pərdeyin kiçik nüvəsi dağıldıqda maddələr mübadiləsi pozulacaq. Xeyr. Həzm prosesi dayanacaq. Xeyr. Bunlar hamısı böyük nüvə ilə idarə olunur. İfrazat məhsulları xaric edilə bilməyəcək. Xeyr. Bu da böyük nüvədir. Cinsi proses baş verməyəcək. Doğrudur. Cinsi proses konjugasiyanın getməsində əsas rol oynayır generativ nüvə, kiçik nüvə. Ona görə bu baş verməz. Tənəffüs prosesi pozulacaq. Bu da böyük nüvə ilə əlaqəli olan bir şeydir. O idarə edir. Cavabımız D bəndi. 12-ci suala gəlirik. Cədvələ əsasən deyil, x çıxılsın y ifadəsinin qiymətini tapın. Faizdə ayrı cinsiyyətli hidranın bədənində olan xarici qat hüceyrələrinin növ müxtəlifliyi 6-ya bərabər olur. Dalayıcı hüceyrə, dəri əzrə hüceyrəsi, aralıq hüceyrəsi, sinir hüceyrəsi, yumurta hüceyrə və spermatozoid. Daxili qat hüceyrələrinin növ müxtəlifliyi isə 2 dənədir. Vəzli hüceyrə, qamçılı həzm hüceyrəsi. X-dan Y çıxanda cavabımız olacaq nə? 4 D bəndi. A, ayrı cinsiyyətli hidra deyibdi. Bir dəqiqə diqqətimdən yayındı. Ayrı cinsiyyətli hidra deyibdi. Ayrı cinsiyyətli isə ya yumurta hüceyrə olacaq, ya spermatozoid olacaq. Ona görə xarici qatda 5 növ hüceyrə müxtəlifliyi olacaq. 5-dən 2-ni çıxanda cavabımız A bəndi qalacaq. 13-cü sualda sporlar tipinin nümayəndəsidir. Sporlar tipinin nümayəndəsi Maliariya parazitidir də. Cavabımız Y bəndi. 14-cü sualda heyvanların hansı dəstələrinin əhəlləşdirilmiş nümayəndələri var? Burada baxıram ki, həşəratlar veribdir. Həşəratlardan bu nədir? Zarqanatlılarda arılar əhəlləşdirilibdir. Düzdür? Bir də pulcuq qanatlılardan bu nədir? İpək qurdu əhəlləşdirilibdir. Ona görə cavabımız olacaq B bəndi. 15-ci sualda hansı bitkinin yarpağının damarlanmasına görə onun mənsub olduğu sinfi müəyyən etmək olmaz? Təbii ki, cavabımız qarğagözü olacaq. Çünki qarğagözü birləpəllərə aid olan bitkidir və birləpəllərdə əslində torvari damarlanma olmamalıdır. Amma istisna olaraq qarğagözünün yarpağında damarlanma torvaridir. Onun üçün cavabımız Y bəndi olacaq. 16-cı sualda sayları bərabər olan xlamidamonada və ulotrix zoosporlarında cəmi 60 ədəd qamçı var. Hər ikisinin zoosporunu x götürsəm say olaraq, xlamidamonada zoosporda 2 dənə qamçı olduğuna görə 2x yazdım. Ulotrixdə 4 dənə qamçı olduğuna görə zoosporda 4x yazdım. Və bunları cəmlədim. Cəmi ilə də 6x bərabərdir 60-a, x bərabərdir 10 dənə. Hər bir zoospordan 10 dənədir. İndi ki, ulotrixə məxsus olan zoosporları ulotrixin maksimum neçə hüceyrəsi əmələ gətirər? Maksimum neçə hüceyrəsi əmələ gətirir deyirsə, bir hüceyrəsindən minimum sayda zoospor əmələ gəlməni nəzərdə tutmalıyıq. Bir hüceyrədə minimum 2 zoospor əmələ gəlirsə, bəs neçə hüceyrədən 10 dənəsi əmələ gələcək? Cavabımız C bəndi 5 şəklində götürülmüş olacaq. 17-ci sualda toxumun cücərməsi üçün vacib deyil. İstilik vacibdir. İşıq nəyə vacibdir ki? Hava lazımdır, rütubət lazımdır, canlı toxum lazımdır, amma işıq ehtiyac yoxdur toxum cücərməsinə. Davam edirik. 18-ci sualda buynuz meyvə və toxumca meyvə
Müvafiq olaraq hansı fəsilələr üçün xarakterikdir? Buynuz meyvə xaç çiçəklər üçün, toxumca meyvə mürəkkəb çiçəklər üçün xarakterikdir. Ona görə cavabımız D bəndi olacaq. 19-cu sualdır. Şəkildə təsvir olunmuş bitki haqqında hansı fikir səhvdir? Bu inci çiçəyidir. Çiçək qrupu sadə salxımdır, doğrudur. Kökümsovlu çoxillik ot bitkisidir, bəli. Meyvəsi qutucuqdur, xeyr. Meyvəsi gilə meyvədir. Kölgə sevən bitkidir, doğrudur. Çiçək yanlığı sadədir, bəli. Cavabımız olur C bəndi 19-cu sualda. 20-ci sualda verilənlərə əsasən may böcəyində X plus Y cəmini hesablayın. İkinci döş buğumu, buğuma birləşən ayaqlardakı buğumların sayı 2 dənə ayaq birləşir və hər ayaqda da 5 dənə buğum varsa, cəmi 10 dənə ayaqlarda buğum olacaq. Bu buğuma birləşən qanadların cəmi də 2 olacaq. Bunları da cəmləyəndə cavabımız 12 Y bəndi edəcək. 21-ci sualda deyir ki, aşağıdakı cədvəldə buğumayaqlar tipinin 3 müxtəlif sinfinin qan damar sisteminin xüsusiyyətləri verilmişdir. Siniflər haqqında yanlış mülahizələrdən verilmiş mülahizələrdən hansı yanlışdır? X-də arteriya damar var, arterial qan yoxdur, venoz qan yoxdur, boru şəkilli ürəkdir. Bu həşaratdır. Hemofil limfadır da qanı bunun. Y-də arteriya damarı var, arterial qan var, venoz qan var, ürək boru şəkilli deyil, yəni kisə şəklindədir. Bu xərçəkdir. Z-də də arteriya damarı var, arterial qan var, venoz qan var və boru şəkilli ürək var. E, Bu da hörümçəkdir. Bu da hörümçəkdir. Demək, deyir ki, X-in nümayəndələrində mayalanma daxilidir. Həşəratlarda mayalanma daxilidir, düzdür. Y-in nümayəndələrində gözlər mürəkkəb fasetlidir. Xərçəngdə mürəkkəb gözlər olur da, doğrudur. Y-in nümayəndələrində ifrazat sistemi Malpighi boruları və koksal vəzilərdir. Z-in nümayəndələrində ifrazat sistemi Malpighi boruları və koksal vəzilərdir. Doğrudur. Y və Z nümayəndələrində baş və döş hissə bitişikdir. Xərçəngdə və hörümçəkdə baş və döş hissə bitişik olur. Doğrudur da bu fikirdə. X-in nümayəndələrində ifrazat orqanı yaşıl vəzidir, xeyr. Malpighi boruları və pil cisimciklərdir. Cavabımız Y bəndi olacaq. 22-ci sualda müvafiq canlıların sayının bərabər olduğunu qəbul etsək, bu canlılarda cəmi nə qədər göz saymaq olar? Mollyuskalar veribdir. Göllü bizi anadonta. Sayları bərabərdirsə hər ikisindən x şəkildə say dedim. Ürək kameralarının toplam sayını 60 veribdir. 2 dənə göl bizində ürək kamerası olur. 3 dənə anadontada. 5x bərabərdir. 60 elədim. X də bərabər oldu 12-yə. Hərəsindən 12 dənədir. Cəmi deyir nə qədər göz saymaq olar? Göl bizində zaten 2 dənə göz var. Anadontada yoxdur. 12-ni 2-yə vuranda cavabımız 24 C bəndi etmiş olacaq. 23-cü suala gəlirik. Deyir, şəkildə göstərilən canlıların neçəsində qan qazların daşınmasında iştirak etmir? Bir dənə bu, 2 dənə də bu. Şurada ikisində. 23-cü sualda cavabımız C bəndi. 24-cü suala gəlirik. Verilmiş qrafikdə iki canlı növü arasında mövcud olan hansı biotik əlaqəni əks etdirir? Birinə neytraldır, görürsünüzmü? Sabitdir. Digərinə isə say artıbdır. Demək ki, müsbətdir. Müsbət neytral nə adlanır? Demək ki, komensalizm adlanır. Cavabımız B bəndi 24-cü sualda. 25-ci sualda maya sarmaşığı bitkisinin endosperm hüceyrəsinin cinsiyyət xromosomları hansı ola bilər? Maya sarmaşığında dişi olurdu XX, erkək olurdu XY. Yəni mərkəzi hüceyrəmiz XX olacaq. Bu erkəyin X ilə birləşərsə XXX, mərkəzi hüceyrəmiz XX-dir, erkəyin Y ilə birləşərsə XXY. Yəni cavabımız burada 1 və 2 olacaq A bəndi.
26-cı sualda əgər qabırğa döş fəqərəsinə birləşibsə, əgər qabırğa döş fəqərəsinə birləşibsə, yalnız həqiqi qabırğa ola bilər? Xeyr. Yalançı da ola bilər, sərbəst də ola bilər. Yalnız yalançı ola bilər? Xeyr. Yalnız sərbəst ola bilər? Xeyr. Yalnız sərbəst və yalançı qabırğa ola bilər? Xeyr. Hər üçü üzən qabırğa, yəni sərbəst, yalançı və həqiqi ola bilər. Bütün qabırğalar onsuz da döş fəqərələrinə birləşir də onurğaya. Ona görə cavabımız Y bəndi. 27-ci suala. Sakit halda ağciyər alveollarından qana 1600 ml oksigen daxil olduğu vaxt ərzində, yəni bir dəqiqədə 16 tənəffüs hərəkəti olur və hər tənəffüs hərəkətində də 25 millilitr oksigen daxil olur. Ona görə 16-nı vurdum 25-ə. Bəs neçə dəqiqədə 1600 olacaq bu? X bərabərdir 1600-ü böləcəyik 16 vurulsun 25-ə. Buradan bu gedəcək 100 qalacaq yuxarıda. 100-ü də 25-ə böləndə cavabımız eləyəcək 4 dəqiqə. Deyir ki, bu vaxt ərzində ürək məddəcikləri neçə saniyə diastola vəziyyətində qalar? Spuronda 8 saniyədə, spuronda 5 saniyə diastola vəziyyətində olursa, 4 dəqiqəyə də burada x qoyacağıq. X bərabər olacaq. Demək, nə qədər eləyəcək bu? 0 tam yüzdə e, yox, 2,5 dəqiqə. 0 tam nədir? Bu olacaq 2,5 dəqiqə. 2,5 dəqiqədə 2 dəqiqə yarım deməkdir. Onu da 60-a vuranda bu da eləyəcək 150 saniyə. Yəni cavabımız 27-ci sualda Y bəndi. 28-ci sualda nöqtə-nöqtə xəstəliyi zamanı sümük iliyində normadan daha çox leykositlər yaranır və nəticədə qanın rəngi ağarır. Bu leykoz xəstəliyidir. Cavabımız B bəndi olacaq. 29-cu sualda aşağıdakı fikirlərdən hansı doğrudur? Heç bir genetik xəstəliyi olmayan insanın normalda bir hüceyrəsində 46-dan çox xromosom ola bilməz. Ola bilər çox nüvəli hüceyrələrdə. Bu fikir səhvdir. Bir hüceyrəsində 46-dan az xromosom ola bilməz. Ola bilər cinsiyyət hüceyrəsində. Bir hüceyrə nüvəsində 46-dan çox xromosom ola bilər. Bir hüceyrə nüvəsində 46-dan çox xromosom ola bilər? Xeyr, ola bilməz. Bir hüceyrə nüvəsində 46-dan çox xromosom ola bilməz. Bu doğrudur. 46-dan çox xromosom ola bilməz. Bir hüceyrə nüvəsində 46-dan az xromosom ola bilməz, ola bilər. Məsəl üçün, qametdə 23 xromosom olardı, qametin nüvəsində. Yəni, bu fikirdə səhv fikirdir. Cavabımız olur D bəndir. 30-cu sualda verilmiş genotipə malik hüceyrə 4% böyük A, kiçik A, böyük B, kiçik C qametini yaradıbsa, böyük A, kiçik B, kiçik C qametini neçə faiz yaradacağını hesablayın. Okey. Baxıram ki, buradan 2 qamet gəlir. Böyük A, kiçik A. Bu kiçik A buradakı qametlərə birləşəcək və baxıram ki, burada böyük B, kiçik C qameti alınıb. Bax, bu çarpaz hissədə. Çarpaz hissə alınırsa, demək ki, Krasingover var. Krasingover varsa, demək ki, buradan da 4 tip qamet əmələ gələcək. Böyük B, böyük C, böyük B, kiçik C. Kiçik B, kiçik C və kiçik B, böyük C. Böyük C. Aha. İndi bunları bir-birinə vuranda, bax bunlar Krasingoversiz qametlərdir. Aşağıdakılar isə Krasingoverli qametlərdir. A-ları bir-bir vuraq. Böyük A, böyük B, böyük C. Kiçik A, böyük B, böyük C. Böyük A, kiçik B, kiçik C.
və kiçik a, kiçik b, kiçik c. Bunlar crossover versiz oldu hamısı. İndi crossoverlərə baxaq. Böyük A, böyük B, kiçik C. Kiçik A, böyük B, kiçik C. Böyük A, kiçik B, e, böyük C və kiçik A, kiçik B, böyük C. İndi bunlar crossoverdir və bunların əmələ gəlmə ehtimalı bir-birinə bərabərdir. Əgər bizə veribsə bu 4%-dirsə, bunların da hamısı 4% olacaq. Cəmi 16% elədi. 100% ümumi qametlərin alınma ehtimalı da düzdürmü? 100-dən biz 16-nı çıxanda qalır 84. 84 crossoversiz qametlərə. Yəni bax bu 4-dəniyə düşür. Bax bu 4-dəniyə. Bunların da bir-birinə ehtimalı bərabər olduğuna görə 84-ü böləcəyik 4-ə, cavabımız eləyəcək 21% böyük A, kiçik B, kiçik C qametinin əmələ gəlməsi. Yəni Y bəndi olacaq. 31-ci sualda lizosomlar maddələr mübadiləsinin neçənci mərhələsində iştirak edir? Baxırıq ki, lizosomlar fagositoz yolla, pinostoz yolla hüceyrəyə daxil olmuş iri molekullu maddələri parçalayır da, düzdürmü? İri molekullu maddələr də parçalanıb monomer əmələ gətirir hansı mərhələdə? Hazırlıq mərhələsində. Ona görə cavabımız A bəndi olacaq. 32-ci sualda cədvələ əsasən doğru bəndi müəyyən edin. İnsanın simpatik sinirləri göz bəbəklərini daraldır. Bu doğru verilib. Ürək döyüntülərini artırır olmalıydı. Burada olmalıdır. Səhv verilibdir. Beyin kötüyündən çıxır. Xeyr. Bu yanlışda olmalıydı. Qan damarlarını daraldır. Bu da doğru verilib. Cavabımız 1. Bir də göz bəbəklərini daraltmır. Göz bəbəklərini genəldir. Səhv verilibdir bir də. Cavabımız yalnız 4 D bəndi olacaq. 33-cü sualda uyğunluğu müəyyən edin. Toyuq korluğu və beri-beri xəstəliyi. Ürək damar sisteminin fəaliyyəti pozulur. Bu e, nədə olar? Deməli, toyuq korluğu çöpçüklərin fəaliyyətinin pozulması beri-beri sinir sisteminin ağır xəstəliyidir. Və beri-beri xəstəliyi zamanı ürək damar sisteminin fəaliyyəti pozula bilir. Ona görə 2-yə aiddir A. Ölümə səbəb ola bilər beri xəstəliyi, 2-yə aiddir B. Çöpçüklərin fəaliyyəti zəifləyir toyuq korluğunda. Qıcolmalara səbəb olur beri-beri xəstəliyi. Toran işıqda görmə zəifləyir. Bu toyuq korluğuna aiddir. Əşyaların xəyanətkarlıq işıdan öndə alınır. Bu yaxından görmə xəstəliyidir. Heç birinə aid deyil. 1-ə C-yə, 2-yə A-B-D cavabımız olacaq B bəndi. 34-cü sualda aramorfozların meydana çıxma ardıcıllığını düzgün verilmiş variantı seçin. Kapalı qan damar sisteminin meydana çıxması proterozoidur. Ribosomların formalaşması arxeydədir. Bakteriyalardır. Milkök sisteminin yaranması devondadır. Süd vəzlərinin yaranması triasdadır. Triploid endosperm təbaşirdədir. 2, 1, 3, 4, 5. 2, 1, 3, 4, 5. Cavabımız C bəndə olur 34-cü sualda. 35-ci sualda erkək qıcının inkişaf siklində X ilə işarə olunan hissə haqqında verilən fikirlərdən hansı yanlışdır? Bu nədir? Protaldır. Protaldır. Baxaq, sporofit nəsildir? Xeyr. Rizoidlərə malikdir? Bəli. Antridilərdə spermatozoidlər yaranır? Doğrudur. Hüceyrələri haploiddir? Doğrudur. Zigot burada əmələ gəlir? Bəli. Mayalanma burada gedir, zigot da burada əmələ gəlir. Cavabımız A bəndi yanlış fikir kimi. 36-cı sualda.
Pişik dili və at pıtrağı kimi bitkilərin üzəri tikancıqlı olan meyvələri qoyunun tükünə ilişir. Bununla da bitkilərin toxumu ətrafa yayılır. Bu canlılar arasında hansı qarşılıqlı əlaqə mövcuddur? Komensalizm. Bitki üçün yayılır, faydalıdır, amma heyvan üçün sadəcə tükünə yapışır. Nə mənfi təsirə malikdir, nə müsbət təsirə. Neytraldır. Cavabımız A bəndi 36-dan. 37-ci sualda birəbitdən veriblər bizə. Birinci demək, e, yer birəbitdənləridir. İkinci ağac birəbitdənləridir. Bunlar ikinci ilə üçüncü. Üçüncü isə silvilərdir. Görək nə deyib? Yanlış olanları deyir seçin. Əsasən yerdə yuva qururlar. Yəni hamısı yerdə yuva qurur. Hamısı yerdə yuva qurur. Bu fikir doğrudur. Amma bizdən səhv istəyir, ona görə götürmürük. Eyni növ qida ilə qidalanırlar. Xeyr, müxtəlif növ qida ilə qidalanırlar. İkini götürəcəyik. Əcdadları eynidir, bəli, əcdadları eynidir. Həqiqətən də bunu götürmədik. Dimdiyinin quruluşuna görə fərqlənirlər, doğrudur. Stabilləşdirici seçmənin təsirinə məruz qalırlar. Xeyr, bunlar parçalanıblar. Parçalayıcı seçmədə, disruptiv seçməyə məruz qalıblar. Müxtəlif növlərdir, doğrudur, müxtəlif növlərdir. Eyni populyasiyaya aiddirlər. Xeyr, eyni populyasiyaya aid deyirlər, çarpazlaşıb dövrü nəsil vermirlər. Bəzilərində döş dili inkişaf etməmişdir. Bu fikirdə səhvdir. Hamısı uça bilir. Ona görə hamısında döş dili yaxşı inkişaf edib. Cavabımız 2, 5, 7, 8. Yəni D bəndi olacaq. 38-ci suala gəlirik. DNT molekulunun müəyyən bir hissəsində nukleidlərin cəmini N ilə işarə etsək, bir zəncirdə olan azot əsası, karbohidrat və fosfat turşusu qalıqlarının cəmi neçə olar? DNT molekulunda nukleotidlərin cəmi n-dirsə, demək ki, elə bu nukleotidlərin ümumi sayı nəyə bərabərdir? Həm azot əsasına bərabərdir, həm karbohidrata bərabərdir, ümumi sayına da təbii ki, və ortofosfat turşusu qalığına bərabərdir. H3PO4 qalığına bərabərdir. Düzdür? Bunlara bərabərdir. Onda n dənə nukleotid varsa, bunların cəmi hər biri n olarsa, DNT molekulunda bunların cəmi olacaq 3n. Amma bizdən bir zəncirdəkini istəyirsə, 3n-i də böləcəm yarıya, yəni 2-yə. Bu da eləyəcək 1,5n. Yəni A bəndi. Yəni A bəndi. 39-cu sualdan cədvələ əsasən hansı ifadə yanlışdır? Canlılar verib X, Y, Z fərdi inkişafında hüceyrələrində rast gəlinən xromosom yığımı. X-də haploid də var, diploid də var, triploid yoxdur. Y-də haploid də var, diploid də var, triploid də var. Z-də isə yalnız haploiddir. Z-də isə yalnız haploiddir. İndi baxaq. İndi baxaq. Fərdi inkişafında söhbət gedir. Yanlış istəyir. X canlısı bitkilər aləminə aid edilə bilməz. Niyə aid edilə bilmir ki? Niyə aid edilə bilmir? X, bax, məsəl üçün, deyək ki, çılpaq toxumlu ola bilər. Çılpaq toxumlu ola bilər. Sonra deyək ki, mamır ola bilər, qıcı ola bilər, qatır quyruğu, plaun, laminariya falan ola bilər də qametləri haploiddir, məsəl üçün deyək ki, somatik hüceyrələri diploiddir, çılpaq toxumda hətta endosperm belə haploiddir. Ona görə X bitkilər aləminə aid edilə bilər. Bu fikir səhv deyil, A bəndi. Digərlərinə də baxaq. X canlısı sporla çoxala bilər. Bəli, mamırlardır, yosunlardır, deyək ki, sonra qıcı kimilərdir. Bunlar sporla çoxala bilir də, düzdürmü? Gəldik, Y canlısı örtülü toxumlu bitkidir. Konkret olaraq mayalanması zamanı 3 qamet iştirak edə bilər. Düzdür. Triploid endosperm olur da, yəni iştirak edə bilər. Y-də də ki, Y canlısında 3 növ generativ orqan ola bilər. Bəli, çiçək, toxum və meyvə. Bu da doğrudur.
Z canlısında deyir ki, hüceyrəsində formalaşmış nüvəyə təsadüf olunmaya bilər. Bakteriya hüceyrəsi kimi götürə bilərik bunu. Bakteriyaların hamısı haploiddir və formalaşmış nüvəyə təsadüf edilməyə bilər. Amma bitki kimi də baxsaq, Ulotrix yosununda formalaşmış nüvəyə təsadüf olunmaya bilər. Substrata yapışmış hüceyrədə. Yəni bu da ola bilər. Yəni bu da doğru bir fikirdir. Cavabımız A bəndi. Səhv fikir kimi də təbii ki. 40-cı sualda geoxoloji cədvələ əsasən borlu sümüklərin embrional dövrdə əmələ gələn xordalların ilk nümayəndələrinin meydana çıxdığı geoloji dövr hansıdır? Yəni demək istəyib ki, sürünənlər nə zaman yaranıb? Bu boyda uzadıb cümlənin testimizdə, amma demək istəyib ki, sürünənlər nə zaman yaranıb? Çünki borlu sümüklər embrional dövrdə sürünənlərdə yaranıb. Sürünənlərdə meydana çıxıbdır. Bu da daş kömür dövründə cavabımız A bəndi olmuş olacaq. Belə əzizlərim, bu dəfəki test izahlarımızdan da bu qədər. Sağ olun, hələlik.